Salam dəyərli izləyicilərimiz. Bugünkü videomuz, yəni video izahımız İnformatika 2024 model suallarının izahını verəcəm. Baxaq görək suallarımızda bizə nə deyir? Deyir, məlumdur ki, prosesorun sürəti onu operativ yaddaşla birləşdirən, əlaqələndirən şinin sürətindən yüksəkdir. Bu, prosesorun işində gecikmələrə səbəb ola bilir və bu gecikmələrin təsiri necə azaldılır? Biz dedik ki, prosesorla RAM-ın arasında, yəni əməli yaddaşın arasında informasiyanın mübadiləsini, yəni informasiya axınını sürətləndirmək üçün və ümumiyyətlə bu gecikmələri aradan qaldırmaq üçün keş yaddaşdan istifadə edirik. Keş yaddaşın CPU ilə, yəni prosesor RAM arasında iki levelu bu hissədə yerləşir və əsas levelu, birinci level isə müasir kompüterlərdə prosesorun daxilində yerləşir. Deməli, biz burada prosesorun sürətini operativ yaddaşla birləşdirən və şinin sürətindən yüksək olan sürət və prosesorla RAM arasında gecikməni aradan qaldıran yaddaş keş yaddaşdır. Deməli, doğru cavabımız oldu B variantı birinci sualda. Sonra baxaq ikinci sualda bizə nə deyir? Deyir, universitetdə bir yerdə oxuyan Asif Vüqar Malik Elnur. Universitetdə bir yerdə oxuyur Asif Vüqar Malik Elnur. Bunların ifa etdiyi, səhv etmirəmsə, musiqi alətləri var. Fərqli musiqi alətlərində ifadə edir. Gitaramız var, skripkamız var. Baxaq, gitara, skripka, saz, bir də piano. Yazaq. Bizim için olsun gitara, skripka, saz, bir də piano. Deməli, birinci Asifi yazacağım. Asif. Bir dəqiqə başlayın. Asif, sonra baxın, Vüqar Malik Elnur. Vüqar Malik, qələm donur. Elnur. İfa etdikləri musiqi alətləri birinci gitara, skripka, saz, piano. Bir də bunların Asifdir, Vüqardır, Malikdir. Bunları mən yazacağım. Asif, Vüqar, Malik, Elnur. Nə deyir burada bizə məsələmizdə? Bu niyə açılır öz-özünə? Bir dəqiqə. Asif gitarada ifadə edir. Fransız dilini bilən var. Fransız və yazaq biz bura fransız, rusca. Fransız, rus, Yapon. 3 tane dilimiz var. Bir də İngiliz, fransız, rus, Yapon, İngiliz. Bu iki cədvəldən biz yola çıxacaq. Deyir ki, Asif gitarada ifa edir. Asif gitarda ifa edir. Yazdıq. Fransızca danışa bilən skripkada ifadə edir. Fransızca kimsə danışırsa, bilmirik da kimdir. Fransızca danışan skripkada ifa edir. Malik rusca danışa bilir. Malik rusca danışır. Asif Yapon. Elnur isə fransız dilini bilmir. Asif Yapon dilini bilmir. Elnur isə fransız dilini bilmir. Yapon fransız dilini bilmir. Vüqar sazda ifa etmir.
Piano ifa edən tələbə Yapon dilini bilmir. Yapon dilini bilmir. Ya bu Asifdir, ya da Malikdir. Çünki burada biz indi Yapon dilini bilməyən bu hər ikisidir. Elnur hansı musiqi alətində ifa edir və hansı xarici dili bilir? Burada dedik ki, fransızca danışa bilən skripkada ifa edir. Fransızca danışa bilən, bax burada görürük ki, fransızca danışa bilən ya Vüqardır, ya Asifdir. Asif də gitarada ifadə etdiyinə görə skripkada olmayacaq. Onda skripkada ifa edir Vüqar. Skripkada ifa edir Vüqar və danışır fransızca. Buradan bunu tapdıq. Aha. Onda Asifə düşür ingilis dili. Yapon dildə düşür Elnura. Deməli, Elnur Yapon dilində Yapon dilini öyrənir. Baxaq görək, Malik, Asif və Yapon, Elnur və fransız dilini bilmir. Deməli, Elnur Yapon dilini öyrənir. Vüqar sazda ifa etmir. Düzdür. Piano ifa edən tələbə Yapon dilini bilmir. Piano ifa edən tələbə Yapon dilini bilən Elnurdur. Pianonun da ifa edəcək. Bax, Malik 0, 1, 0. Elnur isə saz ifadə edir. Deməli, Elnur ifa edir. Nəyi? Elnur ifa etdi sazı. Elnurun öyrəndiyi dil isə Yapon dilidir. Doğru cavabımız olacaq 2-də A variantı. Bu tipli suallarda ümumiyyətlə uşaqlar 2 dənə cədvəl üzərindən yola çıxmaq daha məntiqlidir. Baxaq növbəti sualımıza. Baxaq görək növbəti sualda bizə nə deyir? Deyir, proqram fraqmentinin icrası nəticəsində hansı ifadənin qiyməti hesablanılır? Burada görmək asandır. Ən azından biz n-ə gəlin bir 3 qiyməti verib və yaxud da 3 qiyməti verib. 3 dəfə də bura 3 verəndə n-in ala biləcək qiymətlər 1, 2, 3. 3 dəfə dövrə baxaq. Bu zaman s bərabərdir k-nın dəyəri 1 bölək n-in dəyəri 1. Bu eləyəcək 1. K isə olacaq -1, n-in 1 halında birinci dövrdə. Sonra ikinci dövrdə n-in 2 halına baxsaq. Bax, bu tipli məsələlərdə ümumiyyətlə n-ə qiymət verin 3, 4. Onda biz bu proqram fraqmentinin icrasını, yəni ifadənin qiymətini hesablanmasını, düzgün ifadəsini tapa biləcəyik. Bu zaman s-imiz bərabərdir 1 var idi. K-mız isə dedik, bax, -1 oldu. 1 var idi. Aparıb qoyub yazsaq, çıxaq. K-nın dəyəri -1, n-inki isə bölək 2. 1 çıxaq, 1 bölək 2. Artıq burada mən cavabı görürəm. Cavab hansı ola bilər? Növbəti dəfə K -1 idisə olacaq müsbət 1. Üçüncü halda isə s bərabərdir 1 çıxaq, 1 bölək 2. Bu zaman üstə gələk 1 bölək olacaq bizim üçün 3. N-in dəyəri 3. Bu ardıcılıqdan sonra 1 bölək 4 olacaq. Bu ardıcılıqdan davam edəcək. Doğru cavabımız ilə uyğun gəlir. Y variantı. Baxaq 4-cü suala. 4-cü sualda bizdən nə istəyir? Uşaqlar, bu tip məsələləri həll etmək üçün bir dənə gəlin biz bura input, bir sətr daxil edək. Məsəl üçün yazaq ki, mən Python öyrənirəm və yaxud da Qarabağ Azərbaycandır. Mən Python yazım ki, 3 dənə söz olsun. Mən Python öyrənirəm. Aha, bax bu şəkildə, dırnaq şəklində. Burada input istənilən istifadəçi üçün sətri daxil etmək üçündür. Yadda saxlayaq. Böyle bir sətri mən daxil etdim. C -1 sözlərin indeksini izləmək üçün bir dəyişəndir. Bax onu mən burada görürük. Sözlərdə indeksi izləmək üçün istifadə olunan bir dəyişən götürüb -1-dən başlayırıq. Sonra A nöqtə strip sətrin ümumiyyətlə əvvəlində, bax mən bu dırnağı bura gətirib qoysam, əvvəlindəki bu boşluğu, sonundakı boşluğu silmək üçün istifadə olunan operatordur. Tutaq ki, boşluğa strip elədik, sildik, aradan götürdük. Ola bilər boşluq yazılıbdır. A nöqtə count boşluq sətirdəki boşluqların sayını müəyyən edir. Burada neçə dənə boşluğumuz var? 2. K-nın dəyəri olacaq 2 və ona görə də dövrümüzü quracaq. Bu 2 olacaq. 1, n-in ala biləcəyi qiymətlər 1,
3, 1, 2. Yəni 2 dəfə burada dövr baş verəcək. Mən bu dövrdə, forun dövründə bax bu ifadələrin mənasını bilməliyəm ki, bu ifadələr mənə nəyi ifa edir. Burada for int 1 plus k plus vasitəsilə biz ilk boşluğu tapır. Nə? Bax, a nöqtə find boşluq c plus 1 bu eləyəcək 0. Yəni ilk boşluğu tapmaq üçün istifadə olunur. Yəni 0-cı indeksdən sonra gələn ilk boşluğu. Bu boşluğun indeksini tapır. Bax, bu boşluğu tapır. Bax, həmin bu ifadə. Sonra, bax, burada verilib bizim üçün print a, c plus 1, 2.b bu indeksləmədir dedik. Bu indeksləmədə biz ilk boşluqdan əvvəlki sözü çap edir. Yəni, burada bu söz biz ifa etsək, c plus 1 mənfi 0-dan b-yə qədər, b olacaq 1, 2, 0, 1, 2, 3, 3-ə qədər. 3 daxil deyil, məni çap edəcək. 3 daxil deyil, 0, 1, 2, bu indeks 3-dür. Burada məni çap eləyəcək. Aha, sonra C bərabərdir B isə mövcud boşluğu yadda saxlayır. Boşluğun indeksini götürür. 3-ü yadda saxlayır. Növbəti dəfə mənim üçün gedəcək 2-də Python-u çap eləyəcək. Python sözünü çap eləyəcək. Və bu ardıcıllıqla davam eləyəcək. Dövr bitdikdən sonra isə printə baxaq. Printdə bizdən nə soruşur? Printdə bu dövr bitəndən sonra son sözü çap edir. Bax, bu iki sözü, bax, burada biz çap edirik. Mən Python-ı dövrün gövdəsində çap edirik. Öyrənirəm sözü isə dövr bitdi, qutardı. Bax, sonuncu printdə çap olunur. Sonuncu printdə C plus 1 yazası olsaq, len a ümumi uzunluqdan ümumi uzunluğa qədər C plus 1 mənfi 0-dan len aya qədər. Len bunda 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19-a qədər. Yəni bu gələcək bizim üçün sonuncu sözümüzü çap eləyəcək. Ümumiyyətlə, proqramın nəticəsi nədir? Proqramın nəticəsi daxil edilmiş sətirdəki bütün sözlərin hamısını, ikisini dövrdə çapa verdik. Bax, burada dedik, birini isə çapa verdik sonuncu printdə. Sətirdəki bütün sözləri çap edir. Doğru cavabımız oldu A variantı. Ən azından söz yox, cümlə, yəni sətri qoyub yazmaq lazımdır. Orada məntiqini tutmaq asandır. 5-ci suala baxaq. Deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bütün hamımız bu sualı səhv yazmışdıq. Əslində biz dəfələrlə uşaqlar bu tipli sualları dərsimizdə də, sınaqlarda da çox işləmişik. Burada 2 dənə dəyişənimiz var. Biri fun1, biri fun2 funksiyasıdır. Fun1-də 4, 2, 3-dür. Birinci defdə yerinə qoyacağım. 4, 2, 3. Baxaq, bax, burada şərtimizi yoxlayaq. Ənddir. Əndə görə biz hər iki tərəfi yoxlamaq məcburiyyətindəyik. 4 böyüdür, bərabərdir 2. Mənim üçün truedur. B-nin qiyməti 2 böyüdür, bərabərdir 3. Artıq bura false elədi. False elədisə, mən bu return'a baxmayacağam və düşüb elsin gövdəsindəki bax bu return'a baxacağam. Bu return'da isə A üstə gələk 2 vuraq B deməkdir. A-nın dəyəri mənim üçün 4-dür. Üstə gələk 2, B-nin dəyəri isə 2-dir. Bu eləyəcək 8. Deməli, funksiyamızın x-in dəyəri mənim üçün oldu 8. 8-i buradan yerində qoyub, func2, yəni ikinci funksiyada yerinə yazacağım. Bura 1-dir, bura 2-dir, bura 8-dir. Aparıb qoysaq yerinə 1 üstə gələk 2 vuraq 2 bərabərdir. Bu eləyəcək A-nın dəyəri mənim üçün 5. Aldıq ki, A-nın dəyəri oldu 5 tapdıq. B-nin dəyəri isə A-nın son qiyməti. Yəni 5 üstə gələk C-nin dəyəri, bu da eləyəcək mənim üçün 8. O da bərabərdir 13. 13. Deməli, tapdıq ki, B-nin də dəyəri 13-ə bərabərdir. Sonda baxaq görək, həmin bu fun2 funksiyasında return'da funksiyamıza hansı qiymət qaytarası olacağı funksiya daxilində. Aynən B-nin dəyərinin cəmini 5 üstə gələk 13, o da bərabərdir 18. Deməli, bizim Y-in qiymət dəyəri oldu 18, onu da verdik çıxışa. Doğru cavabımız oldu B variantı 5-ci sualda. Hamı səhv yazmışdı. Xahiş edirəm, diqqətlə videoya qulaq asın.
Keçəyim baxağın 6-cı suala. Proqram icrası zamanı girişə 7 ədədi daxil edilərsə, deyir, nəticəni müəyyən edin. Bax, bura 7 ədədini daxil etdik. Baxan kimi görürəm ki, mən burada inputdur. Yəni 7 mənim üçün string tipində olacaq. Tam ədəd tipində olmayacaq. Amma if-də həmin bu stringi int-ə çeviririk. Olur 7 ədəd tipində, böyükdür 0, deyirəm true, and həmin bu 7 kiçikdir ondan, bəli, burada truedur. True and true nəticəmiz olacaq true. Yəni burada şərt ödəndi. Şərt ödəndi. Keçək baxaq biz burada if-in gövdəsindəki bax bu ifadə ilə işimizi tamamlayaq. Bu ifadədə mən görürəm bu n mənim üçün artıq string tipindədir. Üstə gələk. Setrim, bax bura qədər 1-dir. Bura qədər də 1-dir. Offshoot da 1-dir. Bu deməli mən mötərizənin içərisini həll edib sonra onu set-eləyə çevirəcəm. Mötərizənin içərisini həll eləyəndə int n-i 2-yə vursaq, bax hələ ki burada string tipindədir. Hələ ki burada string tipindədir. 7-ni 2-yə vuranda olacaq 7, int onu çevirəcək ədəd tipinə olacaq 77. Üstə gələk, int n-i 3-ə vuranda, n-imizin dəyəri 7-dir, 7-ni 3-ə vuranda sətir tipli məlumat, ədəd tipli məlumat qədər təkrarlanır. Int də onu elədi. Bizim üçün 7. Aha. Sonra burada bax artıq bu ədəd tipindədir. Toplayası olsaq eləyəcək mənim üçün 4, 5, 854. Amma bu set-eləyə görə biz onu yenidən stringə çevirəcəyik. 7 üstə gələk, string tipində 8, 5, 4. Sətir tipli məlumatları isə toplayanda dedik, götürüb yan-yana yazırıq. O oldu doğru cavabımız A variantı 6-cı sualda. Baxaq növbəti sualımıza. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Belə bir funksiyamız var. N burada string tipindədir. I gəlib n-dən alacaq. I-nin ala biləcəyi qiymətlər birinci halda string tipində 2 olacaq. I-nin alacağı qiymət ikinci halda string tipində 1 olacaq. I-nin ala biləcəyi qiymət string tipində olacaq 3. Yəni bu deməkdir ki, mən forun gövdəsində bax bu s-i 3 dəfə funksiyanı tapıb ədədə çevirib toplamalıyam. Birinci, biz bunun f funksiyasının 2 string halı üçün gedib tapacaq, sonra gətirib burada int-ə çevirəcək. 2 halı üçün. 2 halını biz burada yazanda string tipində 2 vuraq, int-i 2-ni də çevirəcək, int-ə olacaq 2. Bu bərabərdir 2, 2. Gətirib burada yerinə qoysaq, buraya olacaq 2, 2. Int onu ədəd tipinə çevirdi. 0-ın üstə 22 gələndə elədik 22. Növbəti halda bax bu halına baxacaq. I bərabərdir string tipində 1-ə baxacaq. 1-ə baxası olsaq string tipində 1 vuraq, ədəd tipində olacaq 1. Elə bu mənim üçün oldu 1. Gətirib burada yerinə qoysaq, bax burada yerinə qoysaq yenə 1-dir. String tipində sadəcə olaraq int-ə çevirəndə ədəd tipinə olacaq. 23-ün üstə də 1 gələndə eləyəcək 23. Növbəti addımda artıq mən 3 üçün baxacağam. 3-də nə olacaq? String tipində 3 olacaq. 3 ədəd tipinə çevirəndə bu isə bu string tipində 3-dür, bu ədəd tipində 3-dür. Bu deməkdir ki, sətir tipli məlumat ədəd tipli məlumat qədər təkrarlandı. Oldu string tipində 3, 3, 3. Bunu int-ə ədədə çevirəndə 23 üstə gələk 333 olacaq ədəd tipində. Böyləcək 6, 5, 3, 356. Funksiyamızın sonuncu qiyməti oldu 356. Doğru cavabımız D variantı. Bütün hamınız səhv yazmışdınız. Sonra baxaq 8-ci sualımızda bizə nə deyir? Uşaqlar, baxaq görək 4-cü sualda bizə nə deyir? A-ya 4 verib, N-ə 5 verib. Deyir, proqramın nəticəsini müəyyən edin. Burada baxıram ki, A input string tipindədir. Bu alacaq mənim üçün string tipində 4. N bərabər int input, siyahıdakı elementlərin sayı, N dəyəri isə 5-dir. 5-i daxil etdim. Bir dənə boş siyahı verib. Sonra deyir, p-append int a, int-i, yəni string tipindəki 4 ədəd tipinə çevirib, append eləyib, aparıb siyahıya atanda, p siyahısında bir 4 elementi olacaq.
Burada dövrü qurmaq üçün biz burada birdən n-ə qədər dövrümüz davam edəcək və yaxud da birdən n-ə qədər. N-imiz bizim üçün 5-dir. 4 dəfə təkrarlama baş verəcək 5-dir. N-in ala biləcəyi qiymətlər 1, 2, 3, 4. Yəni burada biz 4 dəfə təkrarlamanı görəcəyik. Sonra A bərabərdir list setiri A. A-nın birinci dəyərini biz tapdıq ki, string tipində 4-ə bərabər. Düzdür? Bax, burada yazacağım. I 1 olanda A-nın birinci dəyəri string tipində 4-dür. List onu siyahıya çevirəcək, olacaq string tipində 4. Bax, bu şəkildə. Sonra həmin bu string tipində 4-ü biz aparıb yuxarıda F. Bax, bu string tipində 4-dür. Burada funksiyada hesablayacaq. Funksiyada burada hesablayanda nə olacaq? Məsəl üçün, bura 4 qoyanda, string tipində 4 qoyanda J gəlib M-dən götürəcək. J-nin M-dən aldığı bu 4 string tipini ədəd tipinə çevirəcək. 0-ın üstə 4 gəldik, 4 elədi. 4-ün də kvadratı eləcək 16. Funksiyanın qiyməti bizim üçün oldu 16-ya bərabər oldu. Birinci halda funksiyamızın qiyməti 16-ya bərabər oldu. A append A P siyahısında oldu. Bizim üçün 4 var idi. Bir də oldu 16. Bax, bu birinci halımız. Bu i-nin i bərabərdir 1 olanda birinci dövrümüz. İkinci dövrümüz başlayanda i bərabərdir 2 olanda setərə A bu zaman A-nın dəyərini tapmışıq 16. Sadəcə string tipinə çevirəcək, sonra listə çevirəcək. Listə çevirəndə string tipində olacaq 1, 6. Listə çevirəndə birbaşa siyahımız olacaq dırnaq içərisində 1, vergül dırnaq içərisində 6. Bax, bu şəkilə düşəcək. Aparıb onda biz funksiyamıza qoyub tapsaq, A bərabərdir F, string tipində 1 ilə string tipində 6-nın dəyərini funksiyamızda yuxarıda, bax, burada qoyub tapası olsaq, 1 üstə gələk, eləyəcək bura birinci halda 1 alacaq. Birinci halda 1. Sonra 6 alacaq. 2 dəfə dövr eləyəcək. Yəni 1 halında, bir də 6 halında. 1-i qoy 1, üstə gələk olacaq 6. Ədəd tipinə çevirəndə eləyəcək 7. 7-də kvadratı 49-a bərabər olacaq funksiyamızın qiyməti. Sonra P-miz də olacaq. Bizim üçün 4 var idi, 16 var idi və bir də elədik 49. Sonra üçüncü dövrümüz, üçüncü dövrü də buradan yazım. I bərabərdir 3 dəyəri üçün. Yenidən funksiyamızın qiyməti 49. List siyahısına çevirəndə bizim üçün siyahıda olacaq 4 və bir də vergül 9 olacaq. Aparıb burada hər biri üçün 4 ayrı, 9 ayrı intə çevirib toplasaq, 4 də int halına, 9 da int halına çevriləcək, olacaq 13. 13-ün kvadrası isə bərabər olacaq bizim üçün 169-a. Deməli, alası olduq ki, biz A, F, 4 və 9 hal üçün funksiyamızın dəyəri, funksiya daxilində funksiyamızın qiyməti bərabər oldu 169-a və apardıq P siyahısına əlavə etdik. P siyahısında 4 var idi, 16 var idi, 49-u tapmışdıq, bir də elədi 169. Birinci, sonuncu dövrümüz qaldı, onu da yazım. Dördüncü dövrümüzdə i bərabərdir 4 halına baxası olacaq. Bu zaman A-mız bərabərdir 169 string halında setəliyə çevriləcək burada. Sonra listə çevirəcək biz onu. Listə çevirəndə olacaq bizim üçün string tipində 1, vergül string tipində 6 və string tipində 9 halına düşəcək. Sonra bizim üçün funksiyamızın qiymətini gedib tapası olsaq, F string tipində 1, string tipində 6 və 3 qiyməti. Bu 3 qiymətdən hər birini burada yerinə qoyub yazası olsaq, intə çevirəndə olacaq 1, sonra 6, üstə gələk 9, eləcək mənim üçün 16. 16-nın kvadratı isə 256-ya bərabər olacaq. Funksiyamızın dəyəri oldu 256. Və siyahımız olacaq P bərabərdir 4, 16, 4, 16, 49, 106.
269 və 256 olacaq. Sonra printə baxaq görək bizdən nə istəyir. Həmin bu siyahının n çıxaq 1, n dəyəri 5-dir. 5-dən 1-in çıxanda 4 eləyir. Yəni bu deməkdir ki, 4-cü indeksli elementi çapa verməmizi istəyir. 0-cı indeksli elementimiz 4, 1-ci indeksli elementimiz 16, 2 49, 3 169, 4-cü indeksli elementimiz isə 256-dır. Doğru cavabımız oldu A variantı. Keçək baxaq növbəti sualımıza. Baxaq görək bizdən nə istəyir. Python dilində deyir yazılmış proqramın nəticəsini müəyyən edin. Belə bir siyahımız var. Belə bir ingilis əlifbasında bir string verib, boş sətr verib, n bərabərdir 1. I gəlib A-dan hər birini götürəcək. Birinci 200, sonra 300, 400, 400 və 50. Baxaq görək burada nə iş görürük biz. M 1-dir. 1. Üstə gələk. Int mass SQRT I. Mass SQRT I. İnin 200-dən kök alacağım. Onun tam hissəsini götürəcəm. 200-dən kök alanda təqribən düşəcək mənim üçün 10. Təqribən 14-ün kvadratı 196-ya bərabərdir. 14 tam neçə? Intə görə 14-dür. Bura eləyəcək 15. 15-ci indeksli element 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15-ci indeksli element P. Bu mənim üçün P olacaq. P olan variantımız 2 dənədir bu sonra. P, Q, V. Bax, artıq mən burada 3-cü haldan sonra baxmalıyım. Bax, bu 200 halında P tapdıq. Q-yə baxmayacağım. Asandır və hər ikisində eynidir. V-yə də 400-ə də baxmayacağım. Artıq bax burada bu hissədə 400-ə baxası olacaq. M burada olacaq birinci növbəti dəfə Q, V, T. M birinci halda burada müsbət halını götürək. Növbəti halda burada Q-də mənfi halını götürəcək. Burada müsbət halını götürəcək. Dördüncü halda yenə mənfi halını mənfi 1-i götürəcək. Mənfi 1-i. Mənfi 1 onda olacaq mənfi 1 üstə gələk. Bir dəqiqə. Mənfi 1 üstə gələk. 400-dən təqribi kökümüz çıxacaq 20. Olacaq 20. Bu isə bərabərdir 19. 19-cu elementimiz P15 idi. 16, 17, 18, 19. 19 olacaq T. T ilə də olan cavabımız bir dənə Y variantıdır. Heç obrisine də baxmağa ehtiyac yoxdur. Asan sualidir. Amma hamını səhv yazmışdınız. Deməli 9-da doğru cavabımız oldu Y variantı. Diqqətli olmaq lazımdır. Baxaq görək 10-cu sualda bizə nə deyir? Deyir ki, 2 ədəd daxil edilibdir. Tutaq ki, biri bizim üçün verilsin 28, bir də bizim üçün verilsin 16. Bir siyah adında boş siyahımız var. Range 2 ədəd plus 1, 16, 17-yə qədər dövr eləyəcək. Ədəd 2-ni, yəni 16-nı i-nin buradakı aldığımız ədədlərdən, yəni 1-dən 17 aralığında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, nəhayət 17 aralığında hansı ədədə bölünəndə alınan qalıq 0-a bərabərdirsə və eləcə də i-nin həmin ədədini bölündə 0-a bərabərdirsə, siyahı əlavə etsin. Siyahı da isə həmin elementlərin len siyahı. Len siyahın elementlərindən birini çıxıb verəcək çıxışa. Biz bunu mən kiçik ədədlər üzərinə yazsaq daha tez alarıq. Bu 2 ədədin əbobunu tapır. Daha doğrusu, gəl 28-16 üzərinə yazmayayım. Biraz aralığımız az olsun. 6 olsun. Bir də mənim üçün 4 olsun. 6 ilə 4 olsun. Ədəd 1, 6. Çünki dövrümüz çox olmasın. Ədəd 2, 6-dır. İnin ala biləcəyi qiymətlər 1, 2, 3, 4, 5, 6. Biz burada artıq alt dəfə dövr eləyəcəyik. Alt dəfə dövr eləyəndə ədəd 2-ni 6 yazmışıq. Ədəd 1 isə 4-dür. Ədəd 2, 6. 6-nı inin hansı qiymətlərinə böləndə alınan qalıq 0-a bərabərdir? 2 ilə 3-ə, bir də 6-ya. Və ədəd inin hansı qiymətlərinə böləndə alınan qalıq 0-a bərabərdir?
Bu 2-dir, bir də 4-dür. Burada üst-üstə düşəcək qiymətimiz hansıdır? Həm 4, həm 6 üçün əndə görə deyirik. Ha, üst-üstə kəsməni götürəcəyik. Bu 2-dir. Aparıb onu siyahıya əlavə eləyəcək. Siyahıya əlavə eləyəcək və həmin siyahıda siyahının uzunluğundan çıxacaq nəyi? 1-dir. 1-dən birini çıxanda 0, 0-cı indeksli element elə 2 olacaq siyahımızda. Bax, siyahımızda 2 element olacaq. Siyahın uzunluğu 1-dir. 1-dən birini çıxanda 0, 0-cı indeksli element elə 2, 2-ni verdik çıxışa. Bu isə 4 ilə 6-nın əbobudur. Ümumiyyətlə, kodumuz 2 ədədin əbobunu hesablayır. 2 ədədin əbobunu hesablayır. Qəşəng kod idi, ümumiyyətlə. Deməli, onda doğru cavabımız oldu A variantı. Baxaq 11-ci sualımıza görək bizə nə deyir, yer açın. Deyir ki, 512 rəng paletrasına 512 rəng çaları palitrada. 512 rəng çalarlı palitranın bir pikselinin bit dərinliyi 9 bitə bərabərdir. Piksellərimiz 384 vuraq 640 vuraq 9. Təsirin hər birini yaddaşda saxlamaq üçün əlavə 30 KB informasiya da saxlamaq lazımdır. Birinin həcmini tapıb, bunun həcmini tapıb, üstünə 30 gəlsəm, hər birinin saxlamaq üçün bu qədər mənim üçün informasiya lazımdır. Və ona görə deyirəm, yaddaşda saxlamaq üçün əlavə 30 KB. Qrafik təsvirin həcmini tapacam, üstünə 30 gələcəm. Buradan qrafik təsvirin həcmini tapsaq, bir dənə baxın, kilobaytla deyir də, düzdürmü? Onda mən bunu böləcəm 2 üstü 13-ə, eləcə bu da 30 kilobaytdır. Cavabımı kilobaytla almış olacam. 30 megabaytımız, yox, bağışlayın, 30 yox, 3 megabaytımızdır. Çevirəcəm kilobayta, 3072 kilobayta bərabərdir. 384-ü 640-a vurub 9-a bölüb vuranda 213-ə böləndə eləcək 270 kilobayt. Əlavə olaraq 30 kilobayt da yazmalıyıq. Ümumi bir qrafik təsvir üçün 300 kilobayt yer ayrılacaq. 3 megabaytımız 3072 kilobayta bərabərdir. Onu da 300 kilobayta böləndə təqribən içərisində düşəcək. 72 boş qalacaq 10 dəfə. 10 dəfə doğru cavabımız oldu. B variantı 11-ci sualda. Sonra baxaq 12-ci suala. 12-ci sualda bizə nə deyir? Gəlin 12-ci sualımıza baxaq. 12-ci sualda bizə deyir ki, ABCD, E, L, K, F məntəqələr arasında yollar çəkilmişdir. A məntəqəsindən C məntəqəsinə, F məntəqəsindən keçməməklə. Burada F-dən keçməyəcək. Yəni F-ə gələn yollara biz baxmayacaq A-dan C-yə doğru gedəndə. Bir yol, bir yol, bir yol. Həmin o bir yol bura gəlir. Bir yol bura gəlir. D-yə 3 yol, 3 yol bura, bir yol buradan gəlir. Bir yol Y-dən gəlir. Dedik ki, bu K-ya gələn F-dən keçir. Baxmayacam. Bu yolda baxmayacam. Bir yol elə, bu da bura. Yollarımızın sayı daxil oldu. 1, 1, 3, 3, 3, 6'ya bərabər oldu. Doğru cavabımız oldu A variantı. Asan sual idi. 13-cü sualda bizə nə deyir? Deyir, elektron cədvələ əsasən B2 xanasına yazılmış düsturu B2 D4 diapazonundan hər bir xanaya köçürdükdən sonra D5 xanasının qiymətini alın. Biz bax, gəlin elə B2 D4 diapazonu deyirsə, biz bütün diapazonlara köçürdək. Buraya eləcək A dollar 1, üstə gələk dollar B1. Düsturumuzu köçürək yenə növbəti xanamıza. A dollar 1, üstə gələk, yox, bu B2 olacaq. Bu dollar B3 olacaq. Yaxşı, bura köçürəsi olsaq, sütunlar dəyişəcək. Olacaq B dollar 1, üstə gələk dollar B1. Burada B dollar 1, üstə gələk
dollar B2. Bura olacaq B dollar 1 üstə gələk dollar B3. Bura köçək olsaq D xanasına B sütunu dəyişib olacaq. C sütunu C dollar 1 üstə gələk dollar B1. Çünki burada düsturumuzda ikinci istinad, yəni qarışıq qiymətli sütun blokudur, sətri açıqdır. Burada da C dollar 1 üstə gələk dollar B2 olacaq. C dollar 1 üstə gələk dollar B3. Burada yerinə qoyub yazası olsaq A1-in qiyməti 1. B1-in qiyməti 2. Bura olacaq 3. Deməli B2 oldu 3. A1 1 idi. 1-in üstə 3 gəldi. Bura oldu 4. B1 A1 1 idi. B3-də 4 idi. 1-in üstə 4 gələndə olacaq 5. Yəni yazaq 3 üstə gələk 4 üstə gələk 5 üstə gələk. B1-in qiyməti 2 2 buraya eləyəcək 4. Üstə gələk 4. Sonra B1-in qiyməti 2, B2-nin qiyməti 4 2 4 buraya eləyəcək 6. Üstə gələk 6. B1-in qiyməti 2, B3-ün qiyməti 6. 2 6 üstə gələk eləyəcək 8. Üstə gələk C1-in dəyəri 3, B1 2 buralarda 5. Üstə gələk C1-in dəyəri 3, üstə gələk B2-nin dəyəri B2-nin dəyəri B2-ni tapmışıq. Biz neçə? B2-ni tapmışıq 3. 5-in B2 3-dür. 5-in üstünə də 3 gəldik. Elədi. Bizim üçün 5. B2-nin də dəyəri 3. 8. Üstə gələk. Buradadır 8. C1-in dəyəri 3. B3-ün dəyəri 5. 3 5 3. 5 də buradaydı. Elədi yenə 8. 6 C2 dəqiqə C1 3'dür. B2 B1 3'dür. C1 3'dür. B1 də 3'dür. Yox, 6 elədi. Bəli. 6. C1 3'dür. 3'ün üstünə 4. Buraya 7 eləyəcək. Sonra C1 3'dür. 3'ün üstünə də 5 8. İndi bunun hamısının cavabı 45'ə bərabər olacaq. Çünki biz də buradan samını istəyir. Sonra baxaq deyir elektron cədvəl fraqmentində Y1 xanasındakı olan düstur Y2 F4 diapazonu olan hər bir xanaya köçürülmüşdür. Y1 xanasındakı olan düstur G2, Y4 bu xanaların hər birinə köçürülmüşdür. Bu olacaq məsəl üçün B2, B3, B4, D1, D2, D3, D4 üstə gəlsək D2, D3, D4 olacaq. D4. Çıxaq C2, C3, C4. B2-nin dəyəri. B2-nin dəyəri mənim üçün bərabərdir B1-ə. B1 12-dir. 12 bir dənəsinin qiymətini tapaq. Üstə gələk. D2-nin dəyəri Y1-dir. Y1-in dəyəri isə B1. 12 üstə gələk 14. 26. 26-dan da 11-ini çıxanda 15. Deməli, burada biz tapası olduq ki, B3-ün dəyəri. B3-ün dəyəri 12. Bax, başlayın. Yox. B2-nin dəyəri 12-ni tapmışdı. B2-nin dəyəri. B2 14 idi. 14. B2-nin dəyəri 14. Üstə gələk. D2. D2 də Y1 idi. Y1 də tapdıq 15. Çıxaq. C2. C2 də B1-ə bərabər idi. O isə 14-dür. 14-də getdi 15. Bax elə bax. Bax bura 4-cü. 4-cü. 15 uyğun gəlir. Sağda. B3. B1 12, 1, 13. Baxaq, qiymət 13 üstə gələk D3. D3, 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 Y1 çıxaq 1, 14. 14. Bu da çıxaq C3, B3. B3, B1 plus 1, 12, 13. 13'dən də ikisini çıxanda 11.
Bərabər olacaq təqribən burada 2, 14, 11. 14, 11, 3, 13, 16. 16 olacaq mənim üçün. 16. Bu sizə uyğun gəlir. Baxın görün burada hansıdır. Sonra 16. 16. 16 bir dənə uyğun gəlir. B variantı. 14-cü sualda. Qoyun bir dəqiqə bunun hamısının qiymətini dəqiq yerinə qoyaq, yazaq. Bir dəqiqə qarşı oldu. B2 istəyəcək D2 çıxaq C1. Bərabərdir B3 istəyəcək D3. Yox, bu 2-dir. Çıxaq C3. Bərabərdir B4 istəyəcək D4 çıxaq C3. Bura B1-ə bərabərdirsə, bura 12-dir. 12 istəyəcək 13-dür. B1 12, D1 14, 26, çıxaq 15, 11, bura 15-dir. Bir qiymətlərini yazım. Bura 15-dir, bura 14-dür. B3 çıxaq 2, B3 13, 13-dən 2-sini çıxanda 11. Çıxanların qiymət tapdıq. Bu da 15. Bərabərdir B2. B2 14. Üstə gələk D2 15. Çıxaq C2 12. Bərabər edəcək 3, 17. 2, 3, 17 belə. 17, 15-dən biraz yuxarı. Növbəti addımda B3, 13, üstə gələk, D3, D3 14-dür, 27, çıxaq, C3, 14-dür, bu da 13-dür, 17, 13, bax hələ ki bu 15-dən yuxarıdır, bax, buralara gəlib düşür, tam 15-in üzərində deyil, bu da 15'e yaxın ya 14 ya 13 ola bilər. Bax burada 17. Baxaq indi bura. Növbəti addımda. Bura zaten biz tapmışdıq. 1, 2, 3, 15. B4. B4'ün dəyəri 15. 15. Üstə gələk. D4'ün dəyəri 10. 2 üstə gələk. C4'ün dəyəri o da 10. Çıxaq 12. Buraya gələcək 15. 15. 15. 17. 15. Bu xana 4-cü xana. 4-cü xana 15'dir. 1, 2, 3, 4. Birinci xana 15'dir. Bax, birinci xana burada olmalıdır. Birinci, ikinci bizim üçün olmalıdır 13. Bu ikinci uyğun gəlir. 3 bizim üçün, 1, 3. Bizim üçün 13. Ardıcıllıq olmalıdır birinci yerdə. 17, 12, 13, 15. Baxıram ki, bir səhvlik mi var, yoxsa 17. Axırdan, axırıncı 15'dir. Niyə 17 verib? D variantı səhvdir. E variantı 13 səhvdir. B variantı. B variantı. B variantında 15 da uyğun gəlmir. Bura mənim üçün B1. 12, 11, 23. Yox, 26, bir də sonda 15. Bu 15 olması üçün, bax, bu bura gəlməliydi. Bax, bu bura olmalıdır. Bura 12'dir, düzdür. Bu 15'dir. Bu 12'dir. Bu 13'dür, bu 17 uyğun gəlir. Bax, burada bunu diaqramı səhv veribdir. Heç bundan başqa heç bir uyğun gəlmir. Birinci 14'dür, bu 15'dir. Olmayacaq, ikincinin qiymətini biz 12 tapmışıq.
Cavabda da A variantını verib. Amma diaqramda görünüşdə çaşdırıcıdır. Sonra baxaq növbəti sualımıza. Deyir, Paint proqramında 2400 baytlıq picture.bmp qrafik faylını redaktə edərək üzərində Unicode standartında informasiya modelinin ifadəsi yazılmışdır. Faylın redaktədən sonraki informasiya həcmini müəyyən edin. 20-ci sualda bizə nə deyir? Deyir, verilən bazar cədvəlində fraqmentlər verilmişdir. Kitabın adı form. Adında form olanlar. Bax, səhv etmirəmsə, bura 1-dir, bu 3-dür, bu 2-dir, bu 5-dir, bura çox qarışıq düşübdür. 5-7, bu informatikadır, bir də informasiya nəzəriyyəsidir. Olacaq bizim üçün 1 ilə 7. And nəşr 2018-dən böyük olanlar, nəşr 2018-dən böyük olanlar birincidir, bir də 7-dir. 1-7 ilə boyayacaq bizim üçün 1-7. Or, müəllif A. Quliyev sorğusuna əsasən. A. Quliyev bizim üçün 3-dür, bir də səhv etmirəmsə, əgər 3 ilə 2-dir. 2 ilə 3-dür. Sadəcə olaraq sorğusuna əsasən 01.04.2017 tarixindən sonra verilmiş. Tarixindən sonra verilmiş. Bu 04, 4-cü ayın 4-cüsü, 10-cu ayın 4-cüsü, yox, yəni 14-cü ay, 15-ci 4-cü ay. Bu 3, 4, 5 olacaq. Tapdıq ki, biz buradan 2, 3, 3, 4, 5-ə görə, 3, 4, 5-ə görə əsasən bundan sonra bura təqribən olacaq 3, 1, 3, 7. 1, 3 və 7. 1, 3, 7-dir. Təqribən 1, 3, 7, 1, 3, 7. Bu eləyəcək mənim üçün səhv etmirəmsə, bu 12-dir, bu 8-dir, bilmirəm, bu 19-dur deyəsən. Bunların hamısının cəmini bir çıxır verir, 12, 20, 19, 39, amma cavabda da 40-dır. Cavabda da 40-dır. Bax, bir dənə bura məni çaşdırır. Bura məni çaşdırır. 2 ilə 3-ün yeri səhv də ola bilər. Amma məsələnin həlli sürü bu cürdür. Aslında sadəcə orada düzgün düşməyib deyən çaşdırır. Algoritmin icrasından sonra A və B-nin qiymətini deyir, müəyyən edin. 21-ci sualda A və B-nin qiyməti A-nın 5-dir, B-nin 2-dir. Burada şərtdə yoxlasaq, 1 kiçikdir, bərabərdir 3. Deyirik, hə. Hə qoluna gəldik. A-nın dəyəri 5 böyüdür 2-dən, deyirik, hə. Hə qoluna gəldik. A-dan B-ni çıxdıq. A-nın dəyəri 5, 5-dən 2-sini çıxanda 3. Gəldik bura, yeni bir vahid artırdıq, oldu 2, yenidən dövrə qayıtdıq, 2 kiçikdir, bərabərdir 3, həyə gəldik. A-nın dəyəri 3 idi, 3 böyüdür 2-dən, yenə hə dedik, A-nın qiymətindən 3-dən çıxdıq, 2-sini elədi 1, yeni bir vahid artırdıq, oldu 3, yenidən qayıtdıq, 3 kiçikdir, bərabərdir 3, hə, A-nın dəyəri 1, 1 böyüdür. B-nin dəyəri 2, yox qoluna gəldik. A-nın dəyəri 1 üstə 2 gəldik. B-nin dəyəri oldu 3. 3, bunu da artırdıq, oldu 4. B olacaq mənim üçün 3 son qiyməti. A-nın isə son dəyərini tapdıq 1. 3 kiçik, 4 kiçikdir. Bərabərdir, üstə F yoxdan çıxır, 4-dən çıxırıq. A-nın və B-nin qiymətlərini verir. A1, B3, cavabımız oldu D variantı. Asan sual idi. Baxaq 22-ci suala. 22-ci sualda nişanlanmış, nömrələnmiş və izahlı 3 dənə siyahımız var. Deyək ki, ehtimal koduna əsasən hansı hissələr nişanlanmış siyahı şəklində brazerdə əks olunacaq. Nişanlanmış siyahı əks olunacaq. Bu izahlı siyahıdır. Bizə lazım deyil. Ölkələr, vilayətlər. Bu bizim üçün nişanlanmış ol. Bu nömrələnmişdir. Ona görə bunu götürmürük. Bakı, Ankara. İzahlı siyahıdır. İzahlı siyahıdır. Bir dənə ilə burada baxan kimi görünür, nişanlanmış siyahısı ulun içərisində Azərbaycan Qarabağdır. Və bunun da qabağında nöqtə olmalıdır. Doğru cavabımız A variantı olacaq. Sonra keçək 23-cü suala.
İkilik say sistemində yazılışındakı digər sıfırların sayı 4-ə bərabər olan ən kiçik 3 rəqəmli ədədi 8-lik say sistemində müəyyən edir. 8-lik say sistemində ən kiçik 3 rəqəmli ədəd biz yaza bilərik 1, 0, 0, 8-lik ədədi. Biz bunu çevirsək, bu eləyəcək ikilikdə. 1, 2, 4 qaydasından çevirsək, 1, 2, 4 qaydasından çevirsək, bu eləyəcək 1, 0, 0, 0, 0, 0, 0, 3-dən 0, 3. Bir də olacaq bizim üçün 3, 0. 0, 1, 2, 3, 4, 0, 3-dən 0, 2-dən 0. Aha. Bax, bu cür olacaq. Burada orijinal sıfırların sayı çox oldu. İkilik say sistemində qarşılığında 1, 2, 4 qaydasından çevirəsi olsaq, əslində belə olmamalıdır. Bir dəqiqə. Bunların yerinə 1, 2, 4 qaydasından bu 6 dənə 0, 3-ün yerindədir. 1 qalağında 4-dən 0 olacaq. Bir dənə də başdan 1, 6-dən 0 burada olacaq. Sonra 1, 0, 1, 8-lik ədədi biz 65 onluq ədədinə bərabərdir. Çevrəsi olsaq bu 1, 5 dənə 0, 5 dənə 3, 4, 5, 1. Burada 5 dənə 0 oldu. 4-dən 0-a gətirməliyik. 1, 0, keçək ikiliyə. 1, 0, 2, 66 onluq ədədinə bərabərdir. 66 onluq ədədinə bərabərdir. 1, yerinə 1-i biz yazası olsaq, 2-ni 1, 2, 4 qaydasından alsaq, 0, 1, 0, sonra 0-ı alası olsaq, 3 dənə 0, 3 dənə 0. Sonra 1-i də alası olsaq, 1 qalanda 0 yazılır. Burada 2, 4, bir də 5 dənə 0 oldu. Gəlmədi 4-ə. 4 uyğun olmadı. Ona baxaq. 1, 0, 3. Bu 67 onluq ədədinə bərabərdir. 1 olacaq burada. 0, 0, 0. 3-ün də yerinə 3-ü də alacaq. 2 ilə 1-dən olacaq 0, 1, 1. İkilik ədədi elə burada 4 dənə olacaq. Elə belə baxanda görünür ki, ən kiçik 3 rəqəmli ədəd 1, 0, 3, 8-lik ədədinə bərabərdir. Bax, bu ardıcıllıqla getmək lazımdır. Gedin də 3-cü, 4-cü addımda görmək olur. Deməli, doğru cavabımız oldu 23-də 1, 3, 8-lik ədədinə. 24-cü sualda deyir ki, proqramlaşdırma alətlərinə aid olanları müəyyən edir. Bilinir, bazasını idarə edilmə sistemlərinin proqramlaşdırma alətlərinin heç bir əlaqəsi yoxdur. Proqramlaşdırma dilləri, bəli. Driverlər xidməti proqramdır. Interpretatorlar, bəli, aid proqramlaşdırma alətlərinə. Bir də kompilyatorlar aid. 2, 4, 5 bizim üçün doğru cavabımızdır. Baxaq, növbəti suala 25-ci sualda bizə nə deyir? Bir dəqiqə buranı təmizləyim. Deyir, bir ədəd veribdir. Proqram icrası zamanı girişə 9 ədəd daxil edilərsə. Yaxşı, bura bir 9 ədəd daxil etdik. Siyahımızda bir elementi var. Gələcək 2 ədəd. Ədəd 9-dur. 2, 3, 4, 5, 6, 7, 8-ə qədər bu dövr eləyəcək. Siyahıya append eləyəcək. Siyahının həmişə idən. 2-dən 2-sini çıxanda bu dəfə 0 eləyəcək. Sonra 3-dən 2-sini çıxanda 1, 4-dən 2-sini çıxanda 2, 5-dən 2-sini çıxanda 3, 6-dan 2-sini çıxanda 4, 7-dən 2-sini çıxanda 5, 8-dən 2-sini çıxanda 6. Sonra bir dəfə hamısını yazacağım. Siyahı bu dəfə birini çıxacaq. 2-dən birini çıxanda 1, 2-dən birini çıxanda 1, 3-dən birini çıxanda 2, sonra 4-dən birini çıxanda 3, 5-dən birini çıxanda 4, sonra 6-dan birini çıxanda 5, 7-dən birini çıxanda olacaq 6, 8-dən birini çıxanda 7. Bunların hamısını, bax burada həmin indeksli elementləri toplayıb, indeksli yox, daha doğrusu həmin indeksli elementləri. Həmin indeksli elementləri toplayacaq. 0, 1 indeks. Bu eləyəcək. Bu 0-cı indekslə 1-ci indeksli element toplayacaq. 1, 1 olacaq. Siyahımız 1, 1, 1 ilə 1-i topladı. Oldu 2. 0-dan 1-ci indeks. Sonra 1-ci indeksli elementlə 2-ci indeksli element. 1 ilə 2. 1 ilə 2-ni topladı. Elədi 3. Sonra 2 ilə 3-ü toplayacaq. Bax, burada bu 2-dir, bu 3-dür.
Sonra 5 olacaq. Sonra 8 olacaq. Sonra 4 ilə 5 də 21 olacaq. 21 olacaq. Sonra 5, 8 bağışlayın. 13 olacaq. Sonra 21 olacaq. Sonra 34 olacaq. 6 ilə 7, 34 olacaq. Siyahının maks elementini verəcək çıxış 34-dür. Bu Fibonacci ədədlər ardıcıllığının yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu həddini çıxışa verən proqram kodudur. Yəni 34-ü çıxışa verildi. 24-də doğru cavabımız oldu. 34. 25-də bağışlayın. Baxaq 26-cı suala. 26-cı sualda bizə nə deyir? Deyir ki, 26-cı sualda n natural ədədinin hansı ən kiçik giriş qiymətində nəticədə 86 alınır? Nəticəmiz axırda çıxışda burada deyirik ki, 86-dır. Bu tipli məsələlərdə biz nə iş görürük? Baxırıq ilk öncə A-nın qiymətinə. A üstəgələk 7 dövrə bir K deyəcəm. O isə bərabər olub 86-ya. A-nın ilkin dəyəri necədir uşaqlar? 9. 9 üstəgələk 7K bərabərdir 86-ya. 7K-mız bərabərdir 86 çıxaq 9. O da bərabərdir 77-yə. K-mız bərabərdir 11. 11 dəfə dövr elib. İndi aparaq burada S-də qoyaq yerinə tapaq. S-in ilkin dəyəri neçədir? İlkin dəyərinin yerinə mən qoyacağım 33. Üstəgələk n vuraq 11 dəfə dövrümüz olubdur. Kiçikdir 2024 olduğu müddətcə n vuraq 11 kiçikdir 2024 bölək 33. O da təqribən eləyir. Səhv etmirəmsə 1991-ə 1, 9, 1991. N də bərabərdir 1900 n kiçikdir 1991 bölək 11. O da bərabərdir 181-ə. Doğru cavabımız 26-da 181. Bu tipli məsələləri xahiş edirəm. Həllini bu cür öyrənməyə çalışın. Baxaq 27-ci suala. Deyir ki, mətn redaktorunda kursorun yerləşdiyi mövqedə 2 dəfə delete, 3 dəfə backspace düyməsi sıxılarsa uyğunluğu müəyyən edin. 2 dəfə delete. Yaxşı. Birincidə hər bir komandalar üçün eləyəcək. 2 dəfə delete eləyəndə an getdi. 3 dəfə backspace eləyəndə qaldı nar. 1-ə uyğundur B. Sonra 2 dəfə delete eləyəndə bir ta getdi. 3 dəfə backspace eləyəndə bunlar getdi. Qaldı lan. 2-ə uyğundur D. 3-ə baxaq. 2 dəfə delete B getdi. Sonra 3 dəfə backspace A-nı qaldı an. 3-ə də uyğundur A. 1-ə uyğun gəldi bizim üçün B. 2-ə uyğun gəldi D variantı. 3-ə uyğun gəldi A variantı. Keçək baxaq. Blok sxemimizə baxalım. Blok sxemdə bizə nə deyir? B, D, A. Aha, belə bir ifadəmiz var. Blok sxemimiz asan şəkildə qura bilərik. Bir dəqiqə yer açım. Blok sxemimizə uyğun. X-in üstü 3. Çəkəcəm buradan balaca. Başlanğıc olsun bizim üçün. Bir dənə bizə veribdir. Yaza bilərik. N. Sonra yazaq biz bura. Baxamısın bir dəfə yazacağım. Cəmə bir S deyək 0. Şərt operatorundan, yəni while-la yazdığıma görə. Burada da 1-in faktorial olub. İ-nə yazacağım. İ bərabərdir 1. İndə 1 artıracağım dövrün gövdəsində. Sonra faktoriala görə bir dənə P bərabərdir, yaxud F bərabərdir 1 deyərik. P bərabərdir 1 deyərik. X-i olduğu kimi də yaza bilərik əslində və yaxud da bir dəfə bunun mənfi K, müsbət K dəyərini götürmək üçün mənfi K, müsbət K. Bax, belə yazacağım burada da. K da bərabərdir. Birinci müsbət 1. Bir dənə də götürəcəm. Biz daxil etməliyik. Girişdə bir dənə də X verməliyik. Bax, bu cür. Sonra, bax, N-ə görə asıllıq quracağım. N böyükdür 0 olduğu müddətcə. N böyükdür 0 olduğu müddətcə. Buradan S-imiz bərabərdir. S-imiz bərabərdir. Birinci gəlin faktorial tapardıq. Birinci burada yuxarıda, burada faktorial mən tapım.
P bərabərdir P vuraq I olsun. Sonra növbəti addımda bax burada. S bərabərdir X vuraq K bölək, yəni K'nın bir müsbət halı olsun. K bölək P. Aha. Sonra yolda nə iş? Yenə ardından bu hissədən yazacağım. Burada K bərabər növbəti addımda mənfi almaq üçün K bərabərdir mənfi 1 olsun. 2'nin faktorialını tapmaq üçün I bərabərdir I plus 1 olsun. Bardıcılıqla davam edəcək. Baxaq burada I-nin üstü. Bir dənə burada I-nin üstü I də artır. Onda K-nın üstü burada K, X-in üstü I vuraq. X-in üstü I, o da vuraq K bölək P. Belə daha doğrudur. Sonra E-ni də hər dəfə bir dəfə azaldacağım ki, burada niyə böyük yazmışam, dövrdən çıxmaq üçün hər dəfə bir dəfə azalsın. Все. Bu qədər sadə. Sonunda da bir dənə S. Burada yazarıq. Son. Sadəcə yerimiz az idi deyə ona görə biraz qarışıqlıq oldu. Müxtəlif cürlər də yazmaq olar, kim necə asan qavrayırsa. Bax, belə bir siyahımız verilib. Həmin bu siyahıya deyir ki, A siyahısının hər bir elementi. Bax, bu yazmalıyıq. Bura A siyahısı. A siyahısının elementi 23'dür. Mənfi 4'dür. 2'dir. Mənfi 2'dir. Və bir də mənfi 5'dir. Deyir ki, elementlərindən sonra həmin elementlərin kvadratlarını siyahı həll edən proqram kodunu Python dilində yazın. Asandır. Bir dənə boş yenə B siyahısı götürəcəyik. Deyəcəm ki, for I in A siyahısının hər bir elementinə baxsın. Bir nöqtə append I aparsın, B-yə əlavə etsin. Sonra desin if əgər I-nin kiçikdir 0 olduqda, I kiçikdir 0 olduqda B nöqtə append B nöqtə append, yəni burada 0-ən böyükdür. Yəni mənfi hallarını götürməyəcək də. Yox, bağışlayın, mənfi hallarını, əslində kvadratlarını, sonra mənfi elementlər. Burada mənfi, bax bu şərt sırf mənfi üçün keçərlidir. Append I vuraq I. I vuraq I. Bir dənə də proqram gövdəsində print I. Bu qədər sadə. While-la da yaza bilərsiniz. While-la yazanda yenə həmin siyahı, sadəcə olaraq həmin bu siyahıdan sonra biz yaza bilərik. I bərabərdir bir 0 götürərik. Çünki while-da dövrü qurmaq üçün istifadə edəcəyim. I kiçikdir siyahının elementlərinin sayının, tutaq ki, A olduğu müddətcə if, yenə A-nın ininci indeksli elementi kiçikdir 0 olduğu müddətcə A, bu dəfə deyə yaparsın, append yox, insert deyək, insertə daxil etməkdir. Həmin elementdən sonraya I üstə gələk 1, I-nin üstə 1, sonra elementdən sonra həmin indeksli elementi kvadrata yüksəldərək əlavə etsin. I bərabər D plus 1 isə L-nə çatana qədər dövrümüz davam etmək üçündür. Print A. Bu cürdə yaza bilərsiniz. Sonra baxaq digər sualımıza. Sonuncu sualımızda səhv etmirəmsə. Bir dəqiqə baxın. Deyir ki, 3 rəqəmli natural ədədlər, ədədin birinci və ikinci rəqəmləri, daha sonra ikinci və üçüncü rəqəmləri toplanaraq alınmış ədədlər azalan sıra ilə yanaşı yazılaraq yeni ədəd alınır. 3 rəqəmli natural ədədlərin bu qayda ilə alınmış yeni ədədin 131, yəni 1311-ə bərabər olanların tapılmasını proqram kodunu Python dilində yazın. Necə yanaşma edərik biz bir koda? Necə yanaşma? İndekslə mənlə bütün gəlinməni belə yazım. Bir dənə N siyahısı götürək. Bir dənə N siyahısı götürək. Çünki əlavə edəcəm. For I in 3 rəqəmli ədədlər ardıcıllığını 100-dən 1000-ə qədər verdim. Sonra deyəcəm ki, I seteri İ'nin buradan aldığı qiymətləri 3 rəqəmli ədədlərin hamısını string tipinə çevirsin. Sonra bir dənə B dəyişəni götürüm. B dəyişəni götürüm. Deyim ki, çünki birinci və
ikincini indeksləyəcəm. Bir də ikinci ilə üçüncünü indeksləyəcəm. Həmin indeks elementləri artıq mən buradan yazacağım. Int i sıfırıncı indeksli element üstə gələk, çünki ədəd tipinə çevirsin. Int i'nin birinci indeksli elementini. Bax, bu 1, 3 rəqəmlidədir. Sıfırıncı və birinci indeksli məsəl üçün 1-dən 0 sətr idi, çevirdi, topladı, elədi 1. Sonra bir dənə də C dəyişəni götürüm və burada deyim ki, int, yenə 2 ilə bu dəfə 3-ü götürəcəm. Int i yazacağım bura 1, 1. Üstə gələk, int i, bir də 3-cü indeksli element toplasın. Burada yəni bax, bir dəfə də 0-dan 0 toplayacaq, bir dəfə 1-dən 1-i toplayacaq və yaxud da 121, bir dəfə 1-dən 2-ni, sonra 2-dən 1-i toplayacaq. Stringdə ədəd tipinə çevirib toplayacaq. Burada eləyəcək 3, burada da elədi 3. Sonra nə iş görürüm? Deyirəm if, yenə forun gövdəsində. Həmin bu B kiçikdir C-dən olduğu müddətcə bir dənə ədəd adında dəyişən götürək. Deyim ki, int str C-ni stringə çevirsin. Yəni, bax, bunu stringə çevirsin. Üstünə gəlsin. Bir də str B-ni. String tipini götürsün, toplasın. Bu, bunun mörtəzəsi, bu, bunun tövnəsi, daxildə də intə çevirsin. Yaxşı. S-də nə deyəcəm? S-də deyəcəm ki, ədəd int string yenə əks halda da kiçik a, yəni burada dedim ki, B C-dən kiçik olanda bu hal nəzərə alsın. B C-dən kiçik böyük olanda, böyük C-dən böyük olanda bu hal bir də S-də verəcəm. str C stringə çevirsin, üstə gələk str B. 1-2 mütəzəsini bağladıq. Sonra axırda proqramda deyəcəm yenə if, çünki məndə bu şərti qoyub 1313-ə bərabər isə if əgər həmin bu ədədimizin cəmləri string tipini toplayanda ədəd bərabərdir 1311 olanda aparsın, xarda bir boş siyahı demişik. Forun gövdəsində bax, buradan yazacağım. Aparsın, həmin siyahıya əlavə etsin. n.append ədəd tipində əlavə etmək istəyirsə, elə int yazın. Int i. Həmin elementi aparsın, n siyahısına əlavə etsin. Elə print həmin siyahında verəcəyik çıxışa. Biraz qarışıq kod deyə bilərdik. Amma asandır. Burada input deyib də yaza bilərsiniz. 3 rəqəm nələrdə daxil et. Birinci inputla yola çıxıb. Amma bütün yazdığım, bax, burada for bütün 3 rəqəm ədədlər üçün keçərlidir. Ona görə for yazıb gövdəsində. Bu cür proqram yazmaq daha məntiqlidir. Siz if-lə S-dən də yaza bilərsiniz. Sağ olun. Növbəti videomuzda görüşmək ümidi ilə. Sualın mahiyyəti nədir? Yəni, Paint proqramında 2400 baytlıq Pixel.bmp qrafiki artıq mövcuddur. Həmin faili redaktə edərkən üzərində Unicode standartında informasiya modeli ifadəsidir yazılmışdır. Failin redaktədən sonra informasiya həcmini müəyyən edin. Biz buradan failin ölçüsü 2400 baytdır və informasiya modeli ifadəsində əlavə etdik. Unicode kodlaşdırmasında 1 simvol 2 bayt və yaxud 16 bitlik informasiya daşıyır. Və buradan informasiya modeli ifadəsində informasiyada 11 simvol var. Boşluq da 1 simvoldur. Modelində isə 6 simvoldur. Ümumiyyətlə 18 simvol var. 18-i də mən vuraram 2. Unicode-dadırsa burada həmin bu ifadənin ümumi həcmi 36 bayta bərabər olar. Əgər bizdən failin redaktördən sonraki informasiyasının həcmini soruşursa 2400 üstə gələk 36, 2436 bayt olar. Amma belə qənaətə gəlmək olar ki, əgər nəticədə 2400 bayt çıxırsa, bu zaman əlavə olunmuş mətn informasiyası
mətn informasiyası bu qrafik həcmə təsir etmir. Yadda saxlayaq. Yəni biz qrafik həcmlə mətnin heç bir əlaqəsi yoxdur. Bax, bunu nəzərə almaq lazımdır ki, biz necə yəni qrafik təsvirin həcmlə mətn informasiyasının həcmini qarışdıra bilərik. Ona görə aldığımız bu mətn informasiyasının həcmi qrafik təsvirə təsir etmir və qrafik təsvirin həcmi elə faylda redaktör olandan sonra olduğu kimi qalır. Deməli, doğru cavabımız olacaq. Variantı. Sualın məntiqi oradadır. Yəni, bu deməkdir ki, mətn artıq faylda mövcud olub və əlavə yaddaş tələb etməyib. Çünki niyə? Faylda mövcud ola bilər. Qrafik faylın içərisində əlavə yaddaş tələb etməyib. Qrafik faylına mətn faylını qarışdıra bilmərik. Doğru cavabımız oldu Y variantı. Sonra baxaq, verilənlər bazası cədvəlində fraqmentinə əsasən ümumi məbləği 200-dən 2000-dən çox olan neçə növ məhsul olduğunu müəyyən edin. Məhsulların buradan bizdən növlərini soruşur. Məhsulun növlərini soruşur 16-cı sualda. 200-dən çox olan, 200 AZN-dən çox olan, 200 AZN-dən çox olan televizordur. Birinin dəyərinə gəlin yola çıxaq. Stulun, bunun ikisinin birinin dəyəri 100 manatdır. Ümumi məbləği 200-dən çox olan divandır. 2, bir də kondisionerdir, kompüterdir. Elə 4 dənədir. Doğru cavabımız oldu variantı. Asan sualidir. Baxaq 17-dən sonra HTML kod əsasında yaradılmış internet səhifəsinin brazerdə necəsə əks olunacaq. Table-dır. 2 dənə TR sətrimiz var. 2 sətrimiz. Bir sütun, bir sətr, yəni 2 sətrimiz var. 2 sətrimiz var. Cədvəlin 2 sətrində 1 xana, 2 xana, 3 xana. 1 xana, 2 xana, 3 xana var. TD cədvəlin xanalarıdır. Əslində cədvəlin bu sütun yuxarısını bax buranın TH-na yazsaydı daha yaxşı olardı. B fakültə bolddur. YM ixtisas italikdir. Qrup strongdur. Baxaq görək, elə B ilə, fakültə ilə qrup qalın yazılıb. Burada hər ikisi də qalın yazılıb. İxtisas, qrup. Baxaq, A variantı fakültə, ixtisas, qrup. B uyğun gəlmir, C uyğun gəlmir, Y uyğun gəlmir. Mənə uyğun gələn A ilə deyini tutduq. Fakültə düzdür, tətbiqi riyaziyyat düzdür. İxtisas dedik, italikdir, düzdür. Kompüter elmləri. Kompüter elmləri burada italikdir. Burada kompüter elmləri adi yazılışdır. Amma əslində kompüter elmləri burada adi yazılışdır. İtaliklə əlaqəsi yoxdur. Ona görə A variantı getdik. Bir dənə də olacağımız qaldı. D variantı. Baxaq növbəti sualımıza. Cədvəldə axtarış serverinə verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayını müəyyən edin. Dedik ki, düsturumuzu da yerinə qoyaq yazaq. 3-ünün əndi 18, üstə gələk 15, üstə gələk 0, üstə gələk əndləri üstə gələk 3-ünün oruna bir x deyəcəm. Bərabərdir özləri 45 üstə gələk 30 üstə gələk 40. Əgər ikisinin əndi 0 ise 3-ünün əndi 0-a bərabərdir. Aldıq ki, biz buradan x-imiz bərabərdir 70, 45, 115. 115 çıxaq. 115 çıxaq. 3, 2, 33-ə. O isə bərabərdir 2, 8, 82. Doğru cavabımız oldu. A variantı. Bu tipli məsələləri biz dəfələrlə yazmışıq sizlərlə. Information sözü K3 olmaqla Sezar üstündə şifrələnib. K3 olmaqla şifrələnib və yeni sətrin hər simvolundan sonra ulduz simvolu əlavə olmuşdur. Hər simvolundan sonra ulduz simvolu əlavə olmuşdur. Gəl information'ı biz 3 dənədən sonra 1, 2, 3 L, sonra N, 1, 2, 3 Q, sonra LQ, F3'də 3 dənə 1, 2, 3 idi, sonra O, 1, 2, 3 R, R, 1, 2, 3 U, M, 1, 2, 3 P,
Sonra A-nı D ilə kodlaşdırmış oluruq. Əgər K-mız 3-dürsə, A-nı D ilə kodlaşdırmış oluruq. Sonra T-ni tapaq. 1, 2, 3 W. Sonra X. Axır T-ni kodlaşdırdıq. I-ni yeniden 1, 2, 3 L. O-nu 1, 2, 3, 4, 1, 2, 3, 4 R-dir. Bir də qaldı N. N 1, 2, 3 Q ilə. Yaxşı, bunu kodlaşdırılıb bu cürdür. Deyir, yeni sətrin hər bir simvolundan sonra ulduz simvolu əlavə olunmuşdur. Almış sətirdə yalnız 1, 7, 15 və 21-ci mövqedə yerləşən simvolları K2 olmaqla yenidən şifrələmə tətbiq edildikdən sonra. Bax, olacaq L, ulduz, Q, ulduz, I, ulduz, R, ulduz, U, ulduz, P, ulduz, D, ulduz, W, ulduz, L, ulduz, adı buradan yazacağım. R, ulduz, Q, ulduz. Çünki hər bir simvolundan sonra. Alınmış sətirdə yalnız 1. 1 L-dir. Bu 1-dir. 7, 1, 2, 3, 4, 5, 6, 7. 7 R-dir. 15, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 W-dur. Bir de 21, 15, 16, 17, 18, 19, 20, 21. 21 de Q-dur. Simvolları K2 olmaqla yenidən şifrələnmə tətbiq edildikdən sonra K2 olmaqla yenidən tətbiq edildikdən sonra bu dəfə 2 ilə kodlaşdıracaq. Başlayaq. K2 olmaqla silinir. 21 mövqedə yerləşən simvol K2 olmaqla yenidən şifrələmə tətbiq edildikdən sonra simvollar silmişdir. K2 L olacaq 2. L-dən sonra M, N. N-dən olub başlayacaq. N-dən başlayacaq cavabımız. Burada elə budur. N-dən başlayıb. N-dən başlayıb. Q 21. Q-dən sonra S-dən bitəcək. N-dən başlayıb S-dən bitəcək. Elə burada N-dən başlayıb S-dən D, R-də var, L-də var hər üçündə. L-də var, L-də. Bir dənə baxaq burada W-ya. W-dən sonra 2, 1, 2 Y iləndir. Y, L, R, S. Y, L, R, S. Bunun bu uyğun gəlmədi. C variantı getdi, bu uyğun gəldi. Bir də baxaq R-ə 7. R, 1, 2, 3. 1, 2 daha doğrusu T ilə kodlaşdırılacaq. Q, T. Ulduzları da silsək. N, Q, I, T, Y, R, S, N, Q, T, Y, T, T. Bir dəqiqə. T, U, P, D. Bax, bu cür olacaq. L, R, S. L, R, S bir dənə uyğun gəlir. Səhv etmirəmsə burada. B variantı. Artıq burada bunlar da şey eləyibdir. 2 ilə